Herkese salam. Bugün atmosfer hadisələri ilə bağlı dərsin davamını izah edəcəm. İlk öncə başlayaq havanın temperaturu mövzusundan. Ümumiyyətlə temperatur nə deməkdir? Temperatur havanın hərarətinə deyilir və günəşdən gələn istilik birbaşa havanı isitmir. Günəşdən gələn istilik ilk öncə yer səthini qızdırır. Daha sonra yer səthinin də istiliyi atmosferi qızdırır. Buna görə də atmosferin aşağı qatlarında temperatur daha az olur. Yuxarı qatlarına çıxdıqca, yəni hündürlük artdıqca temperatur azalır. Çünki dedik ki, atmosfer birbaşa günəşdən gələn istilik vasitəsilə qızmır. Günəşdən gələn istilik ilk öncə yer səthini qızdırır, daha sonra isə yer səthi vasitəsilə atmosferin aşağı qatları isinir. Və temperatur termometrlə ölçülür. Bir də temperaturla bağlı izoterm anlayışı var. İzoterm nədir? Bu bir növ horizontala bənzəyir. Horizontal demişdik ki, nədir? Eyni hündürlüyə malik nöqtələri birləşdirən səlis əyri xətlərə horizontal deyirdik. Amma gəlin görək izoterm nədir? İzoterm isə temperaturu eyni olan nöqtələri birləşdirən xətlərə deyilir. Və ekrana qoyduğum şəkildə də baxsaz görərsiniz ki, eyni temperatura malik nöqtələr xətlər vasitəsilə birləşdirilib. Bunlar izotermlər adlanır. İndi isə gəlin temperaturun paylanması haqqında danışaq. Yer kürəsində temperaturun paylanmasında iki qanuna uyğunluq var. Bunlar üfüqi və şaquli qanuna uyğunluqlardır. Üfüqi nədir? Deməli, havanın temperaturu ekvatordan qütblərə doğru, yəni üfüqi istiqamətdə dəyişir. Bunun isə səbəbi biz sizlə günəş şüalarının düşmə bucağı dərsini keçmişdik. Əgər yadınıza gəlirsə, ekvatordan qütblərə doğru günəşin düşmə bucağı dəyişirdi. Günəş şüaları ən böyük bucaq altında tropik enliklərə düşürdü, ən az bucaq altında isə qütb ətrafı ərazilərə düşürdü. Buna görə də ekvatordan qütblərə doğru günəş şüalarının düşmə bucağı dəyişir və beləliklə istiliyin paylanması da dəyişir. Yəni tropik enliklər daha çox istilik aldığı halda qütb ətrafı ərazilərdə istilik az olur. Buna görə də yer kürəsi 7 istilik qurşağına ayrılır. Bunlar 1 dənə isti qurşaq, 2 mülayim qurşaq, 2 soyuq qurşaq, 2 dənə də daimi şaxta qurşaqlarıdır. Ekranda gördüyünüz xəritədə də işıqlanma qurşaqları göstərilib. Bax, xəritənin sağ tərəfində rənglər verilib və xəritənin özündə də işıqlanma qurşaqları o rənglərə uyğun olaraq göstərilib. Bir də istilik qurşaqları ilə bağlı onu yadınızda saxlayın ki, istilik qurşaqlarının sərhədləri tropik ərazilərdə orta illik izotermlərdən keçir, digər enliklərdə isə ən isti ayın orta temperaturu izotermlərindən keçir. Bir də işıqlanma qurşaqları var idi. İşıqlanma qurşaqları ilə istilik qurşaqlarını bir-biri ilə qarışdırmayın. İşıqlanma qurşaqlarımız 5 dənə idi. Bu tropik, 2 mülayim və 2 qütbi idi. Amma istilik qurşaqlarımız 7 dənədir. Üfüqi qanuna uyğunluqdan danışdıq. İndi isə gəlin görək şaquli qanuna uyğunluq nədir? Üfüqi qanuna uyğunluq dedi ki, ekvatordan qütblərə doğru temperaturun dəyişilməsidir. Şaquli qanuna uyğunluq isə yer səthindən hündürlüyə qalxdıqca temperaturun dəyişilməsidir. Bu necə baş verir? Az öncə də qeyd elədim ki, atmosfer birbaşa günəş şüaları vasitəsilə qızmır. Günəş şüaları yer səthini qızdırır, yəni səth örtüyü qızır. Daha sonra yer səthindən ayrılan istilik havanı qızdırır və havanın, yəni atmosferin aşağı qatlarını qızdırır. Buna görə də biz yer səthindən yuxarı qalxdıqca atmosferdə temperatur azalır. Hər 100 metrdə temperatur 0,6 dərəcə azalır və bu hər 1000 metrə görə 6 dərəcə dəyişir. Hər 100 metrdə 0,6 dərəcə, 1000 metrdə isə 6 dərəcə temperatur aşağı düşür və buna da termik pillə deyilir. Şəklə fikir verin, dağ təsvir olunub. Sağ tərəfində hündürlük yazılıb, sol tərəfində isə temperatur qeyd olunub. Başlayaq dağın ətəyindən baxmağa. Fikir verin, 0 metrdə 24 dərəcədir, 1000 metrdə 18 dərəcəyə düşüb, yəni 6 dərəcə azalıb. Və hər 1000 metrdə də temperatur 6 dərəcə azalır. Hündürlüyə doğru temperaturun azalmasına həm də adiabatik proses deyilir.